Salam, hər vaxtınız xeyir olsun. Əziz müəllimlərim, necəsiz? Hər birinizi salamlayıram. Müəllimlər, sizə atdığım 2 dənə, 3 dənə sual. İkisi sertifikasiya, biri isə MİQ səviyyəli sualdır. MİQ səviyyəli deyəndə, yəni sertifikasiyaya düşmüş və MİQ-ə düşmüş suallardır. Yəni ona uyğun olan suallar yox, ümumi o suallardır yəni ki. İndi onların izahını çəkirəm. Sertifikasiyada bax kəsilən müəllimlər üçün keçən illəri belə bir sual düşmüşdü. En sonsuzluğa yaxınlaşanda, bax bunun rahat yolu mən dərslərimdə yəni bilirsiniz necədir? Baxın, hamı hazırlığa qoşulur və yaxud da özü hazırlaşır. Hazırlaşanda da lap özünüz hazırlaşsaz belə nəyə diqqət eləməlisiniz? Daha qısa zamanda daha çox sualı mən necə yaza bilərəm? Baxan kimi görsənir ki, 2 bölünsün 4 sualın cavabı 0,5-dir. A variantı. Bunu uzun-uzadı da getmək olar. Hər tərəfini n kvadratına da bölə bilərsiniz. Mən bunu asan yolunda dedim, indi normal yolunda dedim. Hər tərəfini nə edirəm? N kvadratına bölürəm. Çıxılsın 3n bölünsün n-in kvadratı üzərinə gərək 5 bölünsün n-in kvadratı. Məxrəcdə də 4n-in kvadratı bölünsün n-in kvadratı. Çıxaq 2n bölünsün n-in kvadratı. Bax, görürsünüz necə uzun-uzun gedir. Burada 2 qalır. Çıxaq 3 bölək n. Üzərinə gərək 5 bölək n kvadratı bölünsün 4 çıxaq 2 bölək n. Yəni bu şəkildə qalır. Buradan da baxanda görürəm ki, yəni bu hissələr sonsuzluğa gedir axı zaten. Burada nədir? 2 bölünsün 4 yenə cavab nəyə bərabərdir? 0,5 A variantına bərabərdir. Bizim də məqsədimiz hazırlığa qoşulmaqda odur ki, daha qısa zamanda daha çox suallara baxmaq üçün məsələlərin, misalların, çalışmaların daha sadə yollarını öyrənək. Müəllimlər bəzən deyirlər, mən sertifikasiyaya hazırlaşıram. Mən falan qaydanı bilirəm. Neynirəm ki, qayda izahı mənə lazım deyil. Mənə hansı testdən işləyim? Konkret hansı suallar düşəcək, mən gedim onu işləyim. Elə şey olmur müəllimlər. Müəllim isə istər sertifikasiyaya hazırlaşsaq, istər MİQ-ə hazırlaşsaq, ixtisasımızı mükəmməl bilməliyik. Sertifikasiyaya hazırlaşırsınızsa lap yaxşı. Demək siz müəllimsiniz və illərdir məktəbdə işləyirsiniz və bizim balalarımıza dərs keçirirsiniz. Ona görə də sertifikasiyaya hazırlaşan müəllim daha yaxşı hazırlaşmalıdır ki, mən sabah nə olacağını bilmirəm. Sabahki imtahan, bu ilki imtahan keçən ilkinə nisbətən daha çətin ola bilər. Yəni ona görə də ixtisasınızı mükəmməl bilsəniz, orada çətin, asan, orta davası eləməliyik, elə deyilmi? Keçək ikinci suala. İkinci sualda görək nə deyir? Burada kəsilən müəllimlər üçün sertifikat. Mən bu dərslərdə bu sualların hamısını işlətmişəm. Keçən ildə işlətmişəm, bu ildə işlədirəm. Yəni başlayandan dərslərimiz başlayandan işlədirəm. Bu da kəsilən müəllimlər üçün olan bir sualdır. X plus 1-ə bölünməsindən bölünür, deyir tam bölünür. Əgər bir ifadə, məsələn, və yaxud da deyə bilər ki, x bərabərdir -1, bu polinomun, bu çoxhədlinin köklərindən biridir. Belə də deyə bilər. İndi bizə nə deyir? Deyir ki, tam bölünür. Tam bölünürsə, deməli elə köklərindən biridir. Əgər bizə müəyyən bir çoxhədli veribsə, həmin çoxhədliyə ya köklərindən biridir, ya tam bölünürsə deyirsə, deməli bu ifadə x plus 1-i gətirib onun yerinə qoyanda, yəni x-in -1 qiymətini gətirib bu ifadədə yerinə qoyanda, həmin ifadəmizin cavabı 0-a bərabər olmalıdır. Çünki axı köküdür -1-in kubu. Üzərinə gərək 1-in kvadratı üzərinə gərək 2 vurulsun -1. Topla m ifadəsi 0-a bərabər olmalıdır. İndi buradan bir dənə m-in qiymətini tapmaq tələb olunurdu. Yəqin ki, bu sualı hamı yazıbdır. Orada sizə imtahanda kalkulyatorda verilir. Heç bir şey beyninizdə hesablamırsınız. Kalkulyatorla hesablayırsınız. B variantı m-in 2 qiymətində nə olacaq? Bu çoxhədli, yəni x bərabərdir. X plus 1 kökü, yəni x-in 1 plus 1 ifadəsi bunun nə idi? Köküdür. Belə. Keçək növbəti MİQ imtahanına düşmüş suala. MİQ 2022-ci ildə bu sual düşmüşdü. Həndəsi silsilə, ümumiyyətlə silsilədən düşmüşdü. Həndəsi silsilənin ilk 15 həddindən 15 dənə həddi. İlk 5 həddinin cəmi 64-də 13, sonrakı 5 həddinin cəmi 6,2-də 1, ondan sonrakı, lap sondakı 5 həddinin cəmini soruşur bizdən. İndi demişdik ki, MİQ imtahana getmişik, ya sertifikasiya imtahana getmişik. Nə deyirsə başlayıram yazmağa. İlk 5 həddinin cəmi, yəni B1 həddi, üzərinə gərək B2 həddi, üzərinə gərək B3 həddi, üzərinə gərək B4 həddi və B5 həddinin cəmi 64-də 13-ə bərabərdir. Sonra nə deyir? Sonrakı 5 həddi. Sonrakı 5 həddi nə olacaq müəllimlər? Sonrakı 5 həddi də artıq B6-dan başlayacaq da. Yəni B6 topla B7 topla B8 topla B9 topla B10. Bu nəyə bərabərdir? 6 tam 2-də 1-ə, yəni 2-də 13-ə bərabərdir.
Aşağıya baxsam, görərəm ki, aşağının içəridə yuxarı var. Nə deməkdir, vay müəllimə? Yəni, bunu B1 vurulsun, 2 üstü 5 kimi yaza bilərəm. Bunu B2 vurulsun, 2 üstü 5 kimi yaza bilərəm. Bunu B3 vurulsun, 2 üstü 5 kimi yaza bilərəm. Qaydaya əsasən ha. Bunu B4 vurulsun, 2 üstü 5 və B5 vurulsun, 2 üstü 5. Elə aşağıda yuxarı var imiş. Ay müəllimə, 2-də 13-ə bərabərdir. Buradan 2 üstü 5-i çıxartsam, B1 topla, B2 topla, B3 topla, B4 topla, B5. Onu da yuxarıda veribdir. Nəyə bərabərdir? 64-də 13-ə bərabərdir. Yazıram 2 üstü 5 vurulsun. Çıxartdığım mötərizə boyudur da 64-də 13 bərabərdir 2-də 13-ə. İkisi də 13-dür, hə, orada. Səhv götürtmədim ki, misalı. Hə, yox, düz götürmüşəm. Bununla bu ixtisar gedəcək. Bununla da bu gedəcək. 2 üstü 5 bərabər olacaq 32-yə. Q-ümüz bərabər olacaq 2-yə. Q-nü 2 tapdım və yaxud da 2 üstü 5-i tapdım. Neçə? 32. İndi sonrakı, yəni ən sonda qalan həddlər B10-da bitirsə B11-dən başlayacaq. B11 topla, B12 topla, B12, B13, B14, B14 və B15. Burada da yenə nə edə bilərəm müəllimlər? Baxın, 2 üstü 5-i çıxarda bilərəm. Elə deyilmi? 2 üstü 5, bunu yaza bilərəmmi? B6 vurulsun 2 üstü 5 kimi. Bunu yaza bilərəmmi? B7 vurulsun 2 üstü 5. 2 üstü 5-i çıxartsam qalır B6 topla, B7 topla, B8 topla, B9 topla, B10 bərabərdir. 2 üstü 5-i 32 almışam zaten. Bunun cəmini də mənə şərtdə verib. Ay Zöhrə müəllimə, 2-də 13 verib. 32 vurulsun 2-də 13. Bununla bu dınqıldayıb gedəndə yenə orada sizə kalkulyator verəcəklər. Cavab eləyəcək 208. Baxım görün, varmı belə bir cavab? Var, A variantında. Belə müəllimlər, 3 sual atmışdım. 3-ünün də izahını verdim. Buradan duyurum. Yəni, duyanlar duymayanlara elətsin. Gələn həftənin 3-cü günü Allahın izi ilə Allah ömür versin. Sizlərə 3 bucaqlar mövzusundan çox möhtəşəm bir canlı açacağam. Ödənişsiz şəkildə. Ödənişli, ödənişsiz qruplarım kim varsa dəvət edirəm. Hamı gəlsin inşallah.